Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca böyük olan Rəbbimizdən qorxmaq, Allah Taalanın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki, bizlərə qadağan edibsə, nədən ki, çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla, müsbəti qazanmaqla, yəni Allah qorxusunu, təqvanı qazanmaq olar. Dəyərli dinləyicilər, özünüz də şahidsiniz ki, son zamanlar, son vaxtlar belə deyək, son dövrlər, bu sosial şəbəkələrdə Allahın dininin üzərinə baskı sanki çoxalıb. Bu ateistlər, deistlər, bu dinsizlər, bu imansızlar, bu dırnaqarası ilahiyyətçilər, dinsizşünaslar Allah Subhanahu Taala'nın dininin üzərinə baskılarını çoxaldıblar. Vallahi ki, buradan onların hər birisinə səslənirəm. Umunuz belə yığılsa və dünyada ən müasir silahlarla belə silahlansanız, Allah Subhanahu Taala'nın dinini heç nə edə bilməyəcəksiniz. Çünki gələcək İslamındır. Bunu bizə Allah və onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem xəbər verib. Gələcək İslamındır və dünya da buna doğru gedir. Vəssalam. Biz sadəcə bəzi öz ağınızda olan insanları və yaxud da cahil, elmsiz, savadsız olan müsəlmanları azdırıb yolundan çıxarda bilərsiniz. Heç nə bilməzsiniz. Və bu şəklini gördüyünüz xanım, Səidə xanım, öz TikTok səhifəsində deməli bu yaxınlarda hicab ilə bağlı bir çıxış etmişdi və o böyük bir rezonansa səbəb olmuşdu. Və haqlı da səbəb olması da haqlıdır. Çünki sən müsəlman ölkəsində yaşayaraq, əhalisinin 99% müsəlmanlardan ibarət olan bir ölkədə yaşayaraq, müsəlmanların dini dəyərlərinə toxuna bilməzsən. Və xanımın xoşu gəlməyib, insanlar ona etiraz ediblər, birini qoyub paylaşıblar. Və etiraz edir ki, niyə görə mənim şəklimi qoyub paylaşırsınız, mən dinin əleyhinə deyiləm. Dinin əleyhinə deyilsizsə, Səidə xanım, yəni buradan sizə, yəni mən sizdən böyük yaşda, bir Azərbaycan xanımı kimi sizə nəsiyyətim, tövsiyəm oldu ki, dini məsələlər barəsində danışmayın. Və yaxud da danışın. Heç bir problem yoxdur. Amma etməyin, qınamayın, ələ salmayın, bilmədiyiniz şeyləri danışmayın. Çünki din dünyavi məsələlər kimi deyil. İndi baxıram kanalınızda xəbərlər qoyursunuz, nə bilim, cürbəcür məlumatlar verirsiniz. O sizin öz işinizdir. O işlə məşğul ola bilərsiniz. Ona sizə qarşı heç kəs heç nə deyə bilməz. Amma dini məsələlərlə ələ salmayın, zarafat eləməyin. Çünki dini məsələlər dünya məsələlər deyil. Yəni bunu mən sizə bir dəfəlik, yəni bir din xadimi olaraq, yəni Allahın dinindən xəbəri olan bir insan kimi sizə çatdırıram, məlumat verirəm. Allah Subhanahu taala insanın belini elə qırar ki, elə bəla verər ki, sonra həyatın boyu peşmançılıq çəkərsən, o heç peşmançılığına heç bir faydası olmaz sənə. Bizdə bir misal var idi, sonraki peşmançılıq fayda verməz. Fayda verməz. Dini məsələləri də dini bilən insanlardan sorğulamaq lazımdır. O Elşad Miri kimi dinsiz, imansızı çağırıb ora dini məsələləri soruşmaq lazımdır. Elə o da siz, Səidə xanım, dini məsələləri, bəzi məsələləri ondan yaxşı bilirsiniz. İcab barəsində din xadimini, dini bilən insanları çıxardıb ora dindən sual vermək lazımdır. O dırnaqarası ilahiyyətçinin dinsizşünasını, o nə çıxdı orada danışdı, sizin dediklərinizi hamısı təsdiqlədi də. Ona görə də yəni bir Azərbaycan xanımı kimi sizə tövsiyəm odur ki, özünüzə hörmət qoyun və Allahın dini barəsində danışmayın. Allahın dini barəsində danışmayın və Allahdan qorxun. Allahdan qorxun, əgər özünüzə müsəlman deyirsinizsə, Allaha, onun Peyğəmbərinə, kitabına iman gətirirsinizsə, inanırsınızsa, İslam məsələləri, dini məsələlər barəsində danışmayın. Elhamdülillah, başqa şeylərdən danışın da. Ona görə də danışdıqca sizə də haqlı iradlar gələcək.
Siz müsəlman ölkəsində müsəlmanlara söz atırsınız. Necə yəni hicaba uşaqları təhdid edirsiniz, uşaqları məcbur edirsiniz? Elhamdülillah bu mənim övladımdır. Mən istəyirəm ki, o müsəlman kimi böyüsün. Əgər biri hansısa bir misal olaraq çəkirəm. Yəni biri əgər hansısa bir idmançıya baxırsa, onun kimi saçını darayır, onun kimi məşq edir, onun kimi oxşamaq istəyirsə, hansısa bir mütləq müğənniyə baxır, onun kimi olmaq istəyirsə, hansısa bir uşaq, biz övladlarımızı kimə oxşatmaq istəyirik? Allahın Rəsulü dünyada ən əfsəl olan bir insana, Peyğəmbər sallallahu aleyhi ve sellem oxşatmaq istəyir. Sahabələrinə oxşatmaq istəyir. Ona görə də bəli, Allah Rəsulunun zövcələri kimi olmasını istəyir. Müsəlmanın arzusudur istəyir. Sən indi müsəlmanın arzusunu istəyənə qarşı çıxmazsın. Sən mənə qarşı çıxmayacaqsan. Sən icaba qarşı çıxdığınız zaman mənə qarşı çıxmırsan. Səyidə xanım, siz Allaha qarşı çıxırsınız. Çünki Allah əmr edir Quranda, bağla. Sənə də əmr edir. Mənə təkcə bizə yox, sənə də əmr edir ki, Səyidə xanım, ki, başını bağla. Sən bağlanmadığın müddətdə də günah qazanmış olursun. Sadəcə dini bilən insanlardan öyrənsəniz, özünüz çox şeyləri dərk edəcəksiniz. Yəni, siz ağıllı insansınız. Və burada bir videosu var. İstəyirəm buna da cavab verim. Çünki özü də deyir ki, orada soruşuram. Haqlı olaraq sorğulayıram. Cavabını verim. Biz də inşallah cavabını verək. Sual verirəm burada. Mənim şəklimi qoyan. Ağa yeyim mollalara. Səidə xanım, nə molla əmiyik, nə ağayıq, nə də həcək. Allah Subhanahu taalanın dinini öyrənən və bu dini insanlara öyrətməyə çalışan adi bir İslam dəvətçisi. Və bir İslam dəvətçisi olaraq, bir müsəlman olaraq mənim sizə nəsihətim və tövsiyəm. Qadınlar örtülməlidir deyirsin. Tamam deyirəm, bütün qadınlar örtülməlidir. Cənnətdə qadınlar niyə yarı lüt, yarı çılpaq, şərab gətirib paylayacaq ki? Yox, cənnətdə lüt olmayacaq. Allah Subhanahu taala hər bir kəsi geyindirəcək. O ki, qaldı örtülmək məsələsinə, bəli, Səidə xanım. Hər bir xanım həddi buluğa çatan, ağlı başında olan bir xanım örtülməlidir. Lakin bu mənim sözüm deyil, Səidə xanım. Elə bilərsiniz ki, mən deyirəm bunu. Bu mənim atamın da sözü deyil. Bu aləmlərin Rəbbi olan, uca və böyük olan Allah Subhanahu Taala'nın əmridir. Aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi İslam dininin əmridir. Allah Taala Quran-ı Kərimdə, Nur surəsində, Əhzab surəsində əmr edir ki, qadınlara əl və üz müstəsna olmaqla bütün əzaları nə etməlidir? Örtülməlidir. Bu Allahın əmridir. Necə ki, həddi buluğa çatan, ağlı başında olan hər bir qula Allah Taala namazı fərz edib, hər bir müsəlmana fərz edib Allah Taala ona gündə 5 dəfə namaz qılıb ibadət etməyi, eyni qayda Allah Taala qadınlara da əmr edib ki, onlar həddi buluğa çatdıqları zaman örtünsünlər. Bu Allahın əmridir. Yəni bizim sözümüz deyil, Səidə xanım. O ki, qaldı cənnətdə lüt olacaqlar və s. yox. Cənnətdə lüt olmayacaq. Allah Subhanahu taala insanları bu dünyaya gətirdiyi zaman Adəm övladı bu dünyaya gələndə lüt gəlir. Bəli. Ondan sonra onu bəliyirlər, giyindirirlər və s. İnsan bu dünyadan köçdüyü zaman da lüt olaraq soyundurulacaq, yuyulacaq, cənazəsi kəfənlənəcək və aparıb dəfn olacaq. Və qiyamət günü də hər bir kəs lüt duracaq Allahın qarşısında. Yəni hər bir kəs qəbrindən lüt olaraq həşr olunacaq. Bəli, ağıllı olaraq, məntiqli olaraq belə bir sual yarana bilər ki, yaxşı lüt, o vaxt hamı bir-birinə baxmayacaq, qadın, kişi, uşaq, böyük, yəni bəs lüt bir-birlərini görməyəcəklər. Bu sual Allahın Rasulü sallallahu aleyhi ve sellemin zamanında sahabələrin də ağlına girmişdi. Onlar da Peyğəmbər sallallahu aleyhi ve sellemə bu sualı verdilər ki, ya Rasulallah, bəs sən deyirsən, hamı lüt həşr olunacaq, bəs bir-birlərini görməyəcəklər, qadın, kişi bir-birlərinə baxmayacaqlar. Allahın Rasulü bilirsən nə cavab verdi Səidə xanım? Dedi ki, o vaxt onların baxmağa belə bir-birlərinə vaxtları olmayacaq. Bilirsiniz niyə görə? Çünki insanlar oturub düşünəcəklər və anlayacaqlar ki, inkar etdikləri o qiyamət, sorğu-sual artıq gəlib, inanmadıqları qiyamət gəlib. Biz gedirik indi Allahın qarşısına, Allahın huzuruna ona cavab verməyə. Nəyə görə cavab verməyə? Allahın dininə atdığımız iftiralara, yalanlara, Quran ayələrini təhrif etdiyimizə, boş-boş danışdığımıza, etdiyimiz günahlara görə indi gedirik Allah Taala'nın qarşısında nə etməyə? Cavab verməyə, sorğu-sual olmağa. Bax buna görə, bəli, insanlar qiyamət günü lüt olaraq Allahın qarşısında həşr olunacaqlar.
Lütara orada icazə verir lüt gəzməyə, burada da gəzəkdə lüt onsuz da biz doğulandan lüt doğulmuşuq da. Əncir yarpağı ora, bura, sonra nə bilim, qoyun dərisi, mal dərisi. Başa düşmədim, cənnətdə sən lüks yaşayasın, burada da mən sənə görə hicab mı bağlayır? Yox, mənə görə yox, Səidə xanım. Allahın əmri olduğuna görə hicab bağlayacaqsın. Mən lakin sizi məcbur edə bilmərəm. Mən bir müsəlman olaraq sizə nəsihət edəcəm və sizə Allahın ayətləri ilə nəsihət edəcəm ki, Allahın əmridir. Bağlanacaqsınız, Allaha itaət etmiş və Allahın əmrini yerinə yetirmiş olacaqsınız. Bağlamayacaqsınız, örtünməyəcəksinizsə, buna görə günahınızı özünüz daşıyacaqsınız və qiyamət gündə Allahın qarşısında özünüz cavab verəcəksiniz. Lakin sizə heç bir ixtiyar verilməyib ki, hicab bağlayan və ailələrində öz övladlarına hicabı təbliğ edən valideynləri qınayasınız. Onlara ittiham eləyəsiniz ki, onlar öz övladlarını məcbur edirlər. Uşaqlar buna razı deyillər. Bu cürə təbliğ atıb aparmağımıza təbliğ heç kəs sizə icazə verməyib. Müsəlman ölkəsində yaşaya-yaşaya və əhalisinin çox hissəsinin müsəlmanlar olduğu halda olmaz. Mən hicabın əleyhinə deyiləm, məntiqli sual verirəm. Sinəsi təzə cücərmiş, nə bilim 13-12 yaşında qızlar, əllərində piyalələr gəlib sizə şərab verəcəklər. Yox. Bax, bu dedikləriniz, Səidə xanım, hər birisi ayətlərdir. Allah Subhanahu taalanın kitabında, Quran-ı Kərimdə olan ayətlərdir. Hansı ki, Allah Taala Nəbəs surəsində cənnət əhlinə verilən nemətləri xatırlayır və orada o şeylərdən danışır. Siz isə bu ayətləri oxuya-oxuya istehza edə-elə təqdim edirsiniz, ələ sala-sala təqdim edirsiniz insanlara. Və dedikləriniz hər biri kəlmə də sizin sözləriniz deyil. O verilişinizə çağırmışsınız, dırnaqarası ilahiyyatçı, o dinsiz şünas. Bax, onun dediyi sözlərdir. Kopyalayıb danışırsınız. Yəqin ki, bu sözləri deməmişdən qabaq ona zəng edib soruşmusunuz. Halbuki bu şeyləri öyrənmək üçün Allahın dinini yaşayan insanlara sual versəydiniz, onlar sizin bu sualınızın gözəl bir şəkildə cavabını verərdilər. Dediyiniz kimi, Nəbə surəsi 33-cü ayətdir ki, hansı ki, Allah Taala cənnət əhlindən danışır və o cənnət əhlini vəsf edərkən onlara verilən nemətlərdən danışır və deyir ki, وَكَوَائِبَ ətrabə. Allah Subhanahu Taala'nın o ayətdə zikr etdiyi müəyyən bir yaş dövründə olan qadınlardır ki, hansı ki, cənnətdə onlar nədir? Cənnət əhlinə ət olunacaq. Cənnət əhlinə onlar veriləcək. Misal olaraq, bizdə 40 yaşında olan bir qadına da qadın deyilir, 50 yaşında olana da qadın deyilir. Lakin ərəblərdə belə deyil. Hər bir yaş dövrünün öz adı var, ərəbcə öz adı var və o cürə də adlandırırlar. Və kəvaibə ətrabə isə kəvaib sözü, ətraf sözü 15-16 yaş arası olan qadınla qızlardan gedir söhbət. 15-16 yaş arası olan qızlardan gedir və bu da bu ayətin təfsirində alimlər tərəfindən söylənilib və həmçində Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem tərəfindən də qeyd olunub. Bu, bilirsiniz nəyə bənzəyir Səidə xanım? Bizdə belə bir misal var, deyir ki, bığları tərləmiş. Bığları tərləmiş deyilikdə o bığ qəsd olunmur ki, düzdürmürəm? Orada cavan oğlanlar, yəni hələ bığları yenicə çıxmış bir oğlanlardan, oğlan uşaqlarından gedir söhbət. Düzdürmürəm? Yəni orada körpədən gedir ki, balaca uşaqdan. Eyni misaldır, hansı ki, Allah Taala o Nəbə surəsində bizə misal çəkir. Və yaxud da deyilir ki, tükləri təzə çıxan. Yəni tüklər təzə çıxan odur ki, hələ bu balacadır. Və yaxud da dinlənələrimiz deyərdilər ki, sarı qulaq. O sarı qulaq deyəndə qulağı sarı qəsd olunur ki, sarışın Slavyan qızlarına onlar o vaxt elə deyirdilər. Ona görə də yəni Allahın dinini öyrənəndə də, sorğulayanda da gözəl şəkildə o sualı vermək lazımdır. Qarşıdakı olan insanları alçaldaraq o sualları vermək lazım deyil Səidə xanım. Real dünyada qadağanı o cənnət halal mı eləyir? Bəli. Real dünyada olan qadağanı cənnət halal edir. Bəli, bu dünya imtahan dünyasıdır və bunu bütün müsəlmanlar bilir. Və biz də Allaha ibadət etdiyimiz üçün, Allahın qulu olduğumuz üçün və Allah Subhanahu taala bizə içkini və müəyyən haramları qadağan etdiyi üçün haramlardan nəfsimizi saxlamışıq, çəkinmişik. Və biz bilirik ki, o haramlardan çəkindiyimiz üçün Allah Subhanahu taala cənnətdə onun əvəzini verəcək. Lakin Səidə xanım, o fikirləşdiyiniz şərab buradakı olan şərabdan deyil. Bu şərab insanı meymun gününə qoyur. İçən 2 ayaq üstə gəlir şadlıq evinə, sürünə-sürünə gedir oradan. Və yaxud da ağlı dumanlandır, ürək bulanır. Amma oradakı şərab hansı ki Allah Taala
möminlərə bəxş eləyəcək, o elə olmayacaq. O insanı hallandırmayacaq, insanı ürəyini bulandırmayacaq. Gözəl qoxusu, gözəl iyisi olan, dadı olan bir şərab olacaq. Və həmçinin digər bu dünyada olan qadağalardır ki, hansısa ki, onlar cüzidir, barmaqla sayılacaqdır. Allah Subhanahu taala möminlər üçün o dünyada nə edəcək? Onlara bəxş edəcək. Çünki möminlər öz nəfslərinə qalib gəliblər. O haramlardan özlərini qoruyublar. Bəli. Yəni insanlar da elhamdülillah öz ailələrimizdə elə sizin özünüz öz övladlarınıza məgər müəyyən şeyləri qadağan qoymursunuz. Demirsiniz ki, bax oğlum, filan şey eləmə, filan mükafat verəcəm sənə, filan hədiyyəni alacam sənə. Hər birimiz bunu edirik. Və bu Allah Subhanahu taala da bütün bu çəkilən misallardan münezzəhdir, uzaqdır. Sadəcə sizin başa düşməyiniz üçün deyirəm. Allah Subhanahu taala da əmr edib ki, bəndələrinə içkidən içmə. Halbuki o haram olan bir dənədir, amma halal nemətlər nə qədərdir? O haram ətdən yemə. Donuz bir dənədir, amma nə qədərsin halal ətlər var. Onlardan yeginə. Nəfsini saxla, mükafat olaraq, hədiyyə olaraq Allah Subhanahu taala sənə cənnətdə verəcək. Elhamdülillah, burada nə var ki, bu adi bir şeydir. Yəni müsəlman bu cür şeyi qəbul etməsi, inanması bu adi bir şeydir müsəlman üçün. Bu İslam dinini aşağılamaq deyil. Sadəcə məntiqli bir sual verirəm. Və sən lüt xanımların əlindən şərab alıb içəcəksən. Mənə də deyirsən ki, qadın başını örtməlidir. Onda sən elə bu dünyada qal da. Çünki o dünyada əgər sən cənnətə gedəcəksənsə, cənnətdə hurilər, mələklər, güllər, çiçəklər, axan çaylar, rəqqasələr səni gözləyir. Nə edəcəksən? Gözünü yumacaqsan. İstehza etməyin. O dediyiniz axan çaylar və yaxud da cənnətdə olan nemətlər. Hamısı əksəriyyəti Allah Subhanahu taalanın ayətləri də qeyd etdiniz. Yəni bunları Allah bizə Qurani-Kərimdə xəbər verir. İndi düzdür, bəzi şeyləri şişirtmisiniz, rəqqasələr, nə bilim, filan şey. Amma Allah Subhanahu taala orada olan nemətləri möminlərə verəcək. Dediyim kimi, elhamdülillah, bu dünya imtahan diyarıdır. Müsəlmanlar öz nəfslərini saxlayırlar. Məgər burada pis bir şey var? Müsəlman harama baxmır. Elhamdülillah, gözünü haramdan qoruyur. Müsəlman kişisi qadınla, ona naməhrəm olan qadınla əl verib görüşmür. Bu qadağandır İslam dinində. Lakin düzdür, bu günləri bu sizin ora çağırdığınız da o dırnaqarası ilahiçi, o dinsişünas, onun üçün fərqi yoxdur. Qadınla görüşdü və ya da harama baxdı. Amma müsəlman üçün belə deyil. Əsl dindar üçün belə deyil. Biz öz nəfsimizi o şeylərdən qoruyuruq. Qoruduğumuz üçün Allah Subhanahu taala imtahan diyarı olduğu üçün o mükafat diyarında, xoşbəxtlik diyarında Allah Subhanahu taala onun əvəzini verəcək bizə. Elhamdülillah, biz buna iman gətirmişik. Qəlbən biz buna iman gətirmişik və inanırıq ki, bu belədir. Yumacaqsan ki, yox, baxmayın. Mən axı o bir dünyada deyirdim ki, qaraya bürünməlidir bütün qadınlar. Mən Allahımı da tanıyıram. Mən peyğəmbərimi də bilirəm. Mən dinimi də bilirəm. Yox. Yox xanım. Səidə xanım, siz dininizi bilmirsiniz. Ola bilər, elhamdülillah. Allaha inanırsınız, peyğəmbərə inanırsınız. Muhammed sallallahu əleyhi və səlləmin sonuncu peyğəmbər olduğunu iman gətirmisiniz. Lakin Allahın kitabından xəbərsiniz. Peyğəmbər sallallahu əleyhi və səlləmin dediklərindən xəbərsiniz. Allahın dediklərindən xəbərsiz və bu cürlə danışmaqla Allaha iftira atmış olursunuz. Və dedikləriniz hamısı iftiradır. Çünki dedikləriniz heç bir Allah Subhanahu taala bizə deməyib. Amma siz iftira olaraq atırsınız bunları. Sizin bilmədiklərinizi bilirəm mən. Sizi hansısa bir şəkildə kör etməyi bacarıblar. Bəlkə əksidir. Bəlkə əksidir. Elə siz özünüz kör olmusunuz. Və dedikləriniz də hamısı cahillikdən irəli gəlir. Dediyimiz kimi, əvvəldə sizə nəsihət etdiyim kimi, tövsiyə etdiyim kimi, elhamdülillah ki, dünyavi sahələr nə qədər istəyirsiniz, xəbərlərlə məşğul olun. Amma Allahın dini ilə oyun oynamayın. Allah Subhanahu taala insanı zəll edər. İxtiyarınız yoxdur mənə təhqir eləməyə. Buraxın artıq Səidəni. Heç kəsi təhqir etməyə ixtiyarı yoxdur. Heç kəsi təhqir etməyə ixtiyarı yoxdur. Əl-xüsus da xanımı, bir Azərbaycan xanımını təhqir etməyə. Biz sadəcə sizin haqlı olaraq verdiyiniz o suallara haqlı olaraq da biz cavabımızı veririk. Və əvvəldə söylədiyimiz kimi dünyavi xəbərlərdir, nə istəyirsiniz verirsinizsə verin. O sizin öz işinizdir. Ona sizə heç kəs qarışa bilməz. Amma Allahın dini ilə oynamayın. Allah Subhanahu taalanın dininə istehza etməyin. Ələ salmayın müsəlmanları. Elhamdülillah, müsəlman ölkəsində yaşayırıq və əhalimizin çox hissəsi də müsəlmanlardır. Və biz də çalışırıq ki, öz dinimizi yaşayaq. Nə işimiz var bizimlə? Elhamdülillah. Gedin öz həyatınızı yaşayın, biz də bu öz həyatımızı yaşayaq. Və çalışın ki, dini də doğru
düzgün mənbələrdən, Allahın kitabından və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən öyrənin. Allaha əmanət olun. Esselamu aleyküm və rahmetullah və bərəkətuh.